Bilirsiniz, mən gərək öz missiyamı saxlamayam. Mən həmişə gəzdiyim, gördüyüm yerlərdən insanlara sərf eləyən, öz maraq dairəmdə yox, televiziya kimi ki, lotereya oynama ədivi kəsir xeyr, insanlara xeyir verə biləcək bir şeylərdən və bu zonaları gəzdiyim oba-oba, kənd-kənd, restoranları, kafeleri, hər yeri gəzdiyim yerlərdən bu təbəssüm istirahət mərkəzi qiymətlərinə görə, rahatçılığına görə, yəni Allaha şükür mən elə insanda deyiləm ki, bir qarın yeməyə görə kimisə tərifləyim. Mən bir ay oruç tutaram, bir qarın çörəyə əyilmərəm. Sadəcə yoldan keçən, gəzməyə gələn mövsümdür. Təbəssüm istirahət mərkəzində qiymətlər normaldan da aşağıdır. Yeməklərə söz ola bilməz, cənub mətbəximizdir və ələxsus çayı da, yeməkləri də kebab almağa gücün çatmır. Aş versinlər sənə, pomidor yumurta versinlər, nə desən və Allahlı, insaflı. Mən dəfələrlə təbəssüm istirahət mərkəzini çəkmişəm. Tanıyan da bilir ki, mənim heç bir maddi marağım yoxdur. Bir dənə astara çayın qoyursan qarşıva, heç çörək yemə. Bu Yaradanın yaratdığı gözəl təbiət möcüzəsindən, mənzərəsindən baxa-baxa yudum-yudum içirsən. Elə şeylər danışmaq lazımdır ki, insanlar ondan səmərə tapa bilsin. Yoxsa ancaq öz mənfəətin xətrinə dududud.